Məhsullardan belə bir sualın izahına baxaq. X maddəsinin həll olma əmsalı 1500-dür. Həll olma əmsalı 1500 isə, deməli mənim maddəm nə qədərdir? 1500-dür. Həll olma maddəyə bərabərdir və suyum sabitdir, həmişə 1000 olur. İndi 1500 üstə 1000 ümumilikdə məhlulumun miqdarı oldu 2500. İndi 2500 məhlulum olanda yazıram. 2500 məhlulumda nə qədər maddəm var? 1500 maddəm var. Niyə maddə ilə gedirəm? Yəni 2500 məhlulumundan 1500 maddəyə uyğun aparıram, suya görə aparmıram. Çünki maddəm var burada 90 üzərinə 30 gəlinib. Yəni 120. 120 də maddəm olub. Gəlin görə indi 120 maddəm olanda məhlulumun kütləsi nə qədərdir? Baxın, məhlula uyğun elədim maddənin miqdarını. Daha sonra indi buradakı maddə, yəni 90 üzərinə 30, 120 maddəmə nə qədər məhlul uyğun gəlir? Buradan tapıram ki, məhlulumun kütləsi eləyir 200. 200 qram. Mənim məhlulumun kütləsi 200-dür. Sonra sıxlığı da 1.6-dır. İndi deyir həcmini tapın. Deməli artıq məhlulumun kütləsini tapdım. Deməli sıxlığı 1.6-dır. V bərabərdir sual. Deməli ρ bərabərdir M bölünsün V düsturundan. V-ni tapsaq, yəni V bərabərdir M bölünsün ρ. O da bərabərdir M, yəni məhlulumun kütləsi 200 bölürəm 1.6-ya. Buradan tam atıb bura 0 atsam eləyəcək, deməli 125. Cavab oldu 125.